Ümidin gölündə, həyatın dərin sınaqları və ailə əhəmiyyətinin nağılı uzaq min illərin sirlərinin, əcdadların hikmətini və torpağın sədasını özündə cəmləşdirən Azərbaycanın dərinliyində yerləşən Günəşabad adlı kiçik bir kənd vardı. Bu kənd dar daş küçələri, qədim ağacların kölgəsində titrəyən meydanları və axan çayın sakit sədası ilə hər kəsin qəlbində keçmişin acı şirin hekayələrinin, ailə dəyərlərini və gələcəyə dair sarsılmaz ümidləri oyadırdı. Hər daş, hər yarpaq, hətta ətrafa əsən yüngül külək belə, sanki əcdadlarımızın unudulmaz sözlərinin, onların yaşadığı sevinc və kədərin, mərhəmət və ədaləti fısıldayırdı. Kəndin mərkəzində Ümid məscidi dayanırdı. Məscidin divarlarında asılmış qədim əl yazmaları və naxışlar, keçmişin hikmətinin, əcdadlarımızın öyrətdiyi dəyərləri və həyatın çətinliklərini aşmaq üçün lazım olan sarsılmaz ümidin təcəssümünü çatdırırdı. Hər səhər günəşin ilk şüaları məscidin pəncərələrindən içəri sızar, orada toplanan insanların qəlbində yeni bir işıq, yeni bir ümid bəxş edərdi. Kəndlilər nəsillərin ötürdüyü ənənələrə sadiq qalaraq, torpaqla, təbiətlə və əcdadlarımızın öyrətdiyi dəyərlərlə bağlı dərin həyat dərslərini qavrayırdılar. Günəşabad sakinləri üçün həyat yalnız torpağın, çayın və dağların sədası deyildi, o, həm də ailə və dostluq bağlarının insan qəlbində yanan sarsılmaz ümidin, mərhəmətin və ədalətin rəmzidir. Bu dəyərlərin ən gözəl nümayəndəsi isə hörmətli Məmmədovlar ailəsi idi. Ailənin başçısı Həsən bəy həyatını torpaqla, ənənələrlə və əcdadların qoyduğu dəyərlərlə dolu yaşamağa həsr etmiş, övladlarına və bütün kəndə nümunə olmuşdu. O, hər zaman övladlarına deyirdi, bizim torpaq yalnız bir yer deyil, o, bizim canımız, ruhumuz və gələcəyimizdir. Hər daş, hər yarpaq, hər axan su min illərin hekayəsini, sevginin, mərhəmətin və ədalətin sədasını daşıyır. Bizim vəzifəmiz bu dəyərləri qoruyub saxlamaq və gələcəyə ötürməkdir. Həsən bəyin iki övladı, çalışqan gənc Rafiq və incə ruhlu duyğularını şeir dilində ifadə edən Nigar, atasının öyrətdiyi dəyərləri, ailə ənənələrini və torpağın sədasını qəlblərində dərindən yaşayırdılar. Rafiq tarlalarda günəşin isti şüaları altında əməyi ilə məşğul olur, torpağın qoxusunu, əcdadların qoyduğu dərin izləri və hər kəsin həyatında yanan sarsılmaz ümidin sədasını hiss edirdi. Nigar isə hər axşam günəşin batışı ilə məscidin qarşısında yerləşən köhnə kənarda oturub, ürəyində yanan duyğuları şeirə tökərək, hər kəsin qəlbində yeni arzular və ümidlər yaradırdı. Bir bahar səhəri, kəndin meydanından Ümid məscidi ənnin qabağında toplanan insanlar arasında böyük bir görüş keçirildi. Kəndin yaşlıları, gəncləri və bütün ailələr bir araya gələrək, keçmişin hekayələrini, sevinclərini, kədərlərini və ailə bağlarının dəyərini paylaşırdılar. O gün qoca Məhəmməd bəy illərin təcrübəsi və sarsılmaz hikməti ilə insanlara belə dedi: Əzizlərim, hər birimizin qəlbində yanan sarsılmaz işıq, həyatın hər anını, hər çətinliyini və hər sevinci daşıyan əbədi bir mənbədir. Ailə və dostluq bizə keçmişin dərslərini xatırladan, gələcəyin ümid dolu yollarını açan ən böyük sərvətlərimizdir. Hər sınaq, hər çətinlik bizə öz içimizdəki dərin gücü, sevgini və mərhəməti kəşf etdirmək üçün var. Unutmayın, həyatın hər sınağı bizi daha da böyüdür və qəlbimizdə yanan ümid işığını daha da parlaq edir. Bu sözlər gənc Rafiqin qəlbində böyük suallar oyatdı. O, hər gün tarlalarda, axan çayın kənarında və dar küçələrdə gəzərkən, keçmişin vətənpərvər hekayələrindən və əcdadlarımızın öyrətdiyi dəyərlərdən ilham alırdı. Rafiq öz-özünə düşünürdü, həyat yalnız asan yollarla keçmir. Hər bir çətinlik, hər bir əngəl insanın içində yanan sarsılmaz ümid və sevginin bir parçasıdır. Biz bu dəyərləri unutmadan həyatımızı daha mənalı və dəyərli edəcək yollar axtarmalıyıq. Nigar isə öz şeir və nəsr əsərlərində keçmişin acı şirin xatirələrinin, ailə və dostluq bağlarının sarsılmaz gücünü və insan qəlbində yanan ümidin sədasını sənədləşdirirdi. Onun yazdıqlarında sanki Tolstoyun romanlarında təsvir olunan kimi hər kəsin öz içindəki dərin duyğuları, kədəri, sevinc və ümid bir araya gəlirdi. O belə yazırdı: Hər kəlmə, hər şeir insanın içində yanan sarsılmaz ümidin və sevginin təcəssümüdür. Keçmişin dərsləri, ailə və dostluq bağları, həyatın hər sınağı gələcəyin parlaq yollarını açan bir işıqdır. Biz hər çətinliyi aşdıqca öz içimizdəki əsl gücü, sevgini və mərhəməti daha da dərinləşdiririk. Zaman axdıqca Günəşabad sakinləri öz ənənələrinə, dəyərlərinə və ailə bağlarına daha da sıx bağlı qaldılar. Hər ailə, hər dostluq və hər birlik keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını öz həyatlarına daşıdı.
Gündüzlər tarlalarda, axan çayın kənarında və dar küçələrdə həyatın sədası, ailə və dostluq bağlarının dərinliyi hiss olunurdu. Gecələr isə ulduzların parıltısı altında hər kəs öz içində yanan sarsılmaz ümidin işığını bir daha canlandırırdı. Bir gün kənddə böyük bir bayram, Ümid Günü keçirildi. Bu bayram hər kəsin öz həyat hekayəsini, sevinclərini, kədərlərini və ailə, dostluq əlaqələrini yad etdiyi, gələcəyin ümid dolu yollarını qeyd etdiyi bir gündür. Bayram sabahı erkən saatlardan başlayaraq, bütün ailələr bir-birinə sevgi və hörmət bəxş edərək, keçmişin acı və şirin xatirələrini və gələcəyin sarsılmaz ümidini yad etdilər. O gün məscidin qarşısında toplanan insanlar arasında qoca Məhəmməd bəy böyük bir çıxış etdi və belə dedi: "Əzizlərim, bu ümid günü bizə hər birimizin qəlbində yanan sarsılmaz işığın, ailə və dostluq bağlarının və əcdadlarımızın öyrətdiyi dəyərlərin nə qədər qiymətli olduğunu xatırladır. Həyatın hər sınağı bizə öz içimizdəki dərin gücü, sevgini və mərhəməti kəşf etdirmək üçün var. Biz bu dəyərləri qoruyub saxlamaqla gələcəyimizi işıqlandırırıq." Bu çıxış kənd sakinləri arasında böyük təsir bağışladı. Hər kəs Rafiqin və Nigarın yazdıqları hekayələrdən ilham alaraq öz həyat yollarında qarşılaşdıqları çətinliklərə, əngəllərə və sınaqlara qarşı qəlbində yanan sarsılmaz ümid və sevgini daha da möhkəmləndirdi. Gənclər ailələrinin və dostlarının dəstəyi ilə hər çətinlik qarşısında daha da güclənərək öz yollarında inamla irəlilədilər. Yaşlılar isə keçmişin dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu anlatdılar. Bir neçə ay sonra Rafiq və Nigar kəndin yaxınlığındakı geniş dağlıq ərazilərə, meşələrə və sərin çay kənarlarına səyahətə çıxdılar. Onlar dağların sərt qayalarını, meşələrin sərin kölgələrini və axan çayın sədasını dinləyərək həyatın hər bir çətinliyinin və sevincinin insan qəlbində yanan sarsılmaz ümidin bir parçası olduğunu daha da dərindən anladılar. Səyahət zamanı onlar keçmişin öyrətdiyi hekayələrdən, kəndin yaşlılarından və təbiətin öz sədasından ilham alaraq həyatın əsl mənasını, ailə, dostluq və insanın içində yanan sarsılmaz sevgi və mərhəməti yenidən kəşf etdilər. Dağların ətəyindən axan çayın sədası ilə ahəngdar birləşən bu səyahət, Rafiqin və Nigarın qəlbində dərin izlər buraxdı. Bir gün geniş meşələrin arasında yerləşən qədim bir mağara qarşısında dayanan Rafiq, mağaranın qapısına yaxınlaşarkən, sanki içindəki hər bir duyğu, kədər və sevinc, keçmişin və gələcəyin birləşdiyi o əbədi sədaya çevrildi. Mağaranın soyuq qaranlığında Rafiq köhnə əl yazmalarının, əcdadların izlərini və unudulmuş xatirələri tapdı. Hər bir sətirdə keçmişin acı və şirin dərslərin, ailə və dostluq bağlarının sarsılmaz gücü, insanın içində yanan sarsılmaz ümidin parlaq işığı vardı. Rafiq bu yazıları diqqətlə oxuduqca öz iç dünyasında dərin dəyişikliklər baş verdi və o an anladı ki, hər bir çətinlik, hər bir sınaq, həyatın özü, insanın qəlbindəki sarsılmaz gücü və sevgini ortaya çıxarır. Nigar da mağaranın digər künclərində keçmişin dərin hekayələrinin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını sənədləşdirən digər əl yazmalarını tapdı. O, gördüklərini öz şeirində ifadə edərək belə yazdı: "Hər bir əngəl insan qəlbində yanan sarsılmaz işığın, sevginin və mərhəmətin bir parçasıdır. Keçmişin acıları və sevinclərin, ailə və dostluq bağlarımızda, sarsılmaz ümidimizdə əks olunur. Biz hər çətinliyi aşdıqca öz içimizdəki əsl gücü, sevgini və mərhəməti daha da dərinləşdiririk və həyatın əsl mənasını öyrənirik." Səyahətlərini bitirərək Rafiq və Nigar Günəşabada qayıtdılar. Onların qəlbində mağarada yaşadıkları o dərin hisslər, keçmişin vətənpərvər dərsləri və gələcəyin sarsılmaz ümid dolu arzuları aydın şəkildə əks olunurdu. Kəndə qayıtdıkları gün Həsən bəy bütün ailə və kənd sakinləri arasında böyük bir məclisdə çıxış edərək belə dedi: "Əzizlərim, Rafiqin və Nigarın səyahəti, hər birimizin həyatında qarşılaşdığı çətinlikləri və əngəlləri aşmaq üçün nə qədər dərin güc və sarsılmaz ümidin olduğunu bizə göstərdi. Hər kəsin qəlbində yanan o sarsılmaz işıq, keçmişin dərslərinin, ailə və dostluq bağlarımızı, sevgi və mərhəməti bizə xatırladır. Biz bu dəyərləri qoruyub saxlamaqla gələcəyimizi işıqlandırırıq." Bu çıxış kənd sakinləri arasında böyük təsir bağışladı. Hər kəs Rafiqin və Nigarın qələmi ilə yazdığı hekayələrdən ilham alaraq öz həyat yollarında qarşılaşdıqları hər çətinliyi, sınağı və əngəli aşaraq qəlbində yanan sarsılmaz ümid və sevgini daha da möhkəmləndirdiyini anladı. Gənclər öz ailələrinin və dostlarının dəstəyi ilə hər çətinlik qarşısında daha da güclənərək öz yollarında inamla irəlilədilər. Yaşlılar isə keçmişin dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu bir daha xatırladılar.
Zamanın axışı ilə Günəşabad sakinləri öz ənənələrinə, ailə bağlarına və insan qəlbində yanan sarsılmaz ümidin işığına daha da möhkəm sarıldılar. Hər kəs keçmişin acı şirin hekayələrindən və əcdadların öyrətdiyi dəyərlərdən ilham alaraq öz həyatında, ailə və dostluq əlaqələrində hər çətinliyi aşmaq üçün öz içində yanan sarsılmaz gücü kəşf edirdi. O günlərdə Günəşabadın hər küncündə, hər evdə və hər ailənin ürəyində bir-birinə bağlılıq, sevgi və mərhəmət sədası canlı idi. Beləliklə, qəlbdə dərin izlər, inam və sevginin əbədi nağılı adlı bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu ənənələrin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını özündə birləşdirən, Tolstoyun dərin insan təfəkkürünə xas üslubda yazılmış bir nağıl olaraq nəsillərə ötürüləcək və hər kəsin həyat yolunda işıq tutacaq bir irs oldu. Hər kəs bu dastanı oxuduqca həyatın hər bir anında qarşılaşdığı çətinlikləri, sınaqları və əngəlləri aşaraq öz içində yanan sarsılmaz işığın, sevginin və mərhəmətin dəyərini bir daha kəşf edəcək. Çünki həyat yalnız maddi sərvətlərdə deyil, qəlbdə, ailə və dostluq əlaqələrində və keçmişin dərslərində gizlidir. Biz bu nağılı yaşatmaqla gələcək nəsillərə və bütün dünyaya insan ruhunun dərinliyini, sarsılmaz ümidin və sevginin əbədi sədasını bəxş etmiş o qiymətli dəyərləri təqdim edirik. Bu dastan yalnız Günəşabadın, yalnız Məmmədovlar ailəsinin, yalnız Rafiqin və Nigarın hekayəsi deyil, o, bütün insanlığın həyat yolunda qarşılaşdığı çətinliklərin, sınaqların və sarsılmaz ümidin, sevginin və mərhəmətin əbədi sədasıdır. Hər kəsin ürəyində yanan o sarsılmaz işıq, keçmişin dərslərini və gələcəyin ümidini bir araya gətirərək, bizə həyatın əsl mənasının dərinliyini və əbədi gözəlliyini xatırladır. Beləliklə, qəlbdə dərin izlər, inam və sevginin əbədi nağılı adlı bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu ənənələrin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını özündə birləşdirən, Tolstoyun böyük romanlarından ilham alan bir nağıl olaraq nəsillərə ötürüləcək və hər kəsin ürəyində əbədi iz buraxacaqdır.